alimlər deyirlər ki, innəməl a'malu bin niyyət. İnnəməl a'mal. Orada a'mal sözünün önündə olan əlif, ləm istiqraqdır. Yəni bütün əməlləri özündə ehtiva edən bir ön qoşmadır. Yəni bu əməllərə nəinki şəri əməllər, hətta şəri olmayan əməllər də daxildir. Yəni yemək, içmək kimi, yatmaq kimi. Yəni insan niyyətini qoysa, yeməyində, içməyində, yatmağında da savab qazana bilər. Zübeyd Əl-Yəmi rahmehullah tabiinlərdən deyir ki, mən sevirdim, istəyirdim ki, mənim hər bir əməlimdə niyyətim olsun, hətta yeməyimdə və içməyimdə də. Yəni necə? Bir var adət, adi, bir də var insan yemək yiyir, niyyəti, yəni bədən qüvvətli olsun, məsələn, yeməyimi yiyim, durum namazımı rahat qılım. Məsələn, adam yuxuludur, namazın vaxtı girib evdə, qıla bilər, qılmır, qıla bilər. Amma deyir, qoy yatım bir yarım saat, gözümün odunu alım, durum rahat namaz qılım. Fikir ver, yatmağından əcr qazandı. Çünki namaz üçün ayrıca bir niyyət elədi yatışında. Məsələn, kimsə tez yatır, örfən, adətən və ya sağlamlıq, amma biri də deyir, yox, qoy tez yatım, sübhə durum. Yatışından savab qazandı, qazanmadı. Qazandı. Ona görə Zübeyd Əl-Yəmi rahimehullah deyir ki, hətta deyir, zibil atmağa gedəndə də deyir, niyyətin olsun. Zibil atmağa gedəndə də ki, mən ailəmə xidmət edirəm. Ona görə bir hədisdə gəlib, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, kim öz yoldaşının ağzına Allah üçün bir loxma qoyarsa, bu onun üçün infaq, nəfəqə hökmündə yazılar, sədəqə hökmündə. Təsəvvürlə ki, müsəlmanın təbəssümü və bir hədisdə gəlib ki, gözəl kəlmə sədəqədir, hətta təbəssüm. Ona görə alimlər deyirlər ki, aqil adamın adəti ibadətdir. Qafil adamın ibadəti adət. Qafil və aqil adam arasında fərqə baxın. Aqil adamın adəti ibadətdir. Niyyəti ilə adətini ibadəti çevirir. Amma qafil adamın ibadəti adətdir. Yəni ibadət edir, Ramazan gəldi, sanki adət olub. Nə ihsan var, nə savabı, əcri ummaq, qəsdi, nə o ibadətdə şövq var. İbadət nəyə çevrilib? Adətə çevrilib.